Salam, mən Əli Həmzəyev, QWERTY komandası adından hazırladığımız layihəni sizə təqdim edirəm. Bizim layihəmiz Linksel adlanır və phishing linklərdən qorunmaq üçün nəzərdə tutulmuş bir web browser extensiondur. İlk öncə bunu öz browserımıza lokal olaraq necə quraşdıracağımızı göstərim. Bunun üçün Chrome'un Extensions tabına daxil oluruq. Burada Developer modu aktiv edirik. Daha sonra Load Unpacked hissəsinə klikləyərək öz layihəmizi folderini seçərək buraya yükləyirik. Mən artıq yüklədiyim üçün bunu təkrar etmirəm. Buradan da aktivləşdirib və yaxud deaktiv edə bilərik. Keçək extensionımıza. Linksel və logosu burada bizi qarşılayır. Daxil olduğumuz zaman belə bir dashboard görə bilərik. Burada qısaca əslində sual işarəsinə də basaraq tanış ola bilərik. Bizi 3 əsas sahə gözləyir. Birinci hissədə VirusTotal API keyini daxil edə bilərik. İkinci hissədə Grok AI API-ni daxil edə bilərik. Biz Grok istifadə etməyi tərcih etmişik. Təbii ki, bu customize edilə biləcək bir şeydir. Və daxil etdiyimiz API-lar da security baxımından daha secure olsun deyə əvvəli görünmür. Və üçüncü hissədə isə link skanı deyə bir input bizi gözləyir. Aşağı hissələrdə isə blacklistə, whitelistə əlavə eləmək var ki, hansı ki bununla da daha sonra tanış olacaq və müzakirə edəcək. Keçək funksionallığa. İlk növbədə mən sizə VirusTotaldan daha əvvəl tapdığım zərərli bir linki Google-da axtarmağa və yaxud yazmağa cəhd eləmək istəyirəm. Bunu yazdığım an belə bir səhifə çıxır, hansı ki bizim alert səhifəmizdir. Əgər istifadəçi öz browserında VirusTotal tərəfindən daha əvvəl tutulmuş bir linkə, phishing linkinə klikləmək istəyirsə, onu belə bir səhifə qarşılayır. Burada Protected by Linksel, Threat Level və Action Blocked öz əksini tapıb. Bundan əlavə olaraq bilirik ki, bir çox phishing linklər, hansı ki dövlət qurumlarına yönəlmiş, Azərbaycan dövlət qurumlarına yönəldilmiş hücumlar zamanı istifadə olunan phishing linklər VirusTotalda rast gəlinmir. Bu custom linkləri Blacklist.gov.az saytından biz görə bilirik. Və bizim extensionımızda buradakı bütün 3000-dən çox domeni öz databazasında ehtiva edir. Və bura update gəldiyi zaman da bizim extensionda da updatelər gelir. Beləcə istifadəçilər VirusTotalda olmayan, amma dövlət xüsusi rabitə, xüsusi xidmət orqanları tərəfindən aşkar edilmiş zərərli phishing saytlardan da qorunmuş olur. Bundan əlavə olaraq istifadəçiyə gələn mailin içində əgər istifadəçi şübhəli bir linklə qarşılaşarsa, buna birbaşa daxil olmaq əvəzinə bizim extensionda bunu AI tərəfindən AI-ya yoxlada bilər. Burada göstərdiyim kimi extensiona daxil olub linki bura yazdıqdan və linki skan etə kliklədikdən sonra burada öz əksini tapır AI-ın analizi. Məsələn, burada gördüyümüz Microsoft-da çox oxşayan bir scam linki, scam domeni AI tərəfindən anında tutuldu və risk səviyyəsi yüksək olaraq dəyərləndirildi. Əgər biz bunu doğru formada yazsaq, təbii ki, linkin təhlükəsiz olduğunu bizə qeyd edəcək. Bundan əlavə biz bu zərərli linki daxil etməyimizə ehtiyac qalmadan blacklistə özü bloklanan veb saytların arasına daxil edir. Əlavə olaraq biz özümüz bunu manual formada da edə bilərik. Özümüzün aşkarladığımız zərərli veb sayt linklərini bura daxil edərək browserımızda açılmasının qarşısını ala bilərik. Bundan əlavə olaraq şirkət daxili istifadə etdiyimiz veb saytlar, müəyyən domenlər varsa, ola bilsin ki, sertifikat problemidir və yaxud
HTTP-dir və s. Extension bunları bloklamasın deyə whitelistə də əlavə etmək mümkündür. Təbii ki, blacklistdən də, whitelistdən də əlavə edilən domenləri silmək, remove eləmək də mümkündür. Əlavə olaraq biz buradakı bütün dataları databazadan Excel faylı kimi eksport edə bilərik. Eyni zamanda xüsusi dashboardda ümumi məlumatlarla da tanış ola bilərik. Burada bir növ loqlar saxlanılır və hansı veb saytların nə vaxt bloklandığını görürük. Daha sonra Recent Activity hissəsində bloklanan, whitelist əlavə olunan domenləri görə bilərik və onların tarixlərini. Eyni zamanda ziyarət olunan ümumi veb saytlar, bloklanan ümumi veb saytlar. Buranın da həm dark, həm də light modu var.